Nizami rayonu Mikayıl Əliyev küçəsi 33 ünvanında yerləşən Qızılqaya Şadlıq evində keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib. Belə ki, obyektin elektrik təsərrüfatı elektrik qurğularının quraşdırılması qaydalarının tələblərinə uyğun quraşdırılmayıb və elektrik təsərrüfatına profilaktik baxış keçirilməyib. Obyektdə quraşdırılan yanğın xəbərverici siqnalizasiya qurğuları işlək vəziyyətdə deyil. Obyekt ilkin yanğın söndürmə vasitələri ilə tam təmin olunmayıb. Yanğın söndürmə avtomobillərinin yanğın su hovuzuna sərbəst yan alaraq su götürməsi üçün hovuz bərk örtüklü müvafiq meydança ilə təmin edilməyib. Hovuza yaxınlaşmaq üçün hərəkət istiqamətini göstərən müvafiq lövhə quraşdırılmayıb və su mənbəyinə qədər olan məsafə qeyd olunmayıb. Daxili yanğın kranları lüllə və atıcı şlanqlarla təmin edilməyib. Köçürmə yolları yanğın təhlükəsizliyinin tələblərinə uyğun saxlanılmır. Obyektdə yanğın təhlükəsizliyinin təmin edilməsi üçün əmrlə yanğına qarşı rejim müəyyənləşdirilməyib. Taxta konstruksiyalara oda davamlı məhlul hopdurulmayıb. Obyektin siqaret çəkilməsi qadağan edilmiş otaqlarında və ərazilərində gözə çarpan yerlərdə qadağan edici nişanlar asılmayıb. Yanğın xəbərverici siqnalizasiya qurğularına planlı texniki xidmətin göstərilməsi üçün ixtisaslaşmış təşkilatlarla müqavilə bağlanmayıb. Beləliklə, mövcud vəziyyət onu göstərir ki, obyektin istismarının davam etdirilməsi nəticəsində orada hər an baş verə biləcək yanğın qısa müddətdə genişlənərək faciəni qaçılmaz edəcək. Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilmiş. Bakı şəhəri Nizami rayonu Mikayıl Əliyev küçəsi 33 ünvanında yerləşən Qızılqaya Şadlıq evinin fəaliyyətinin dayandırılması barədə qərar qəbul olunub və qərarın bir nüsxəsi obyektin nümayəndəsinə təqdim edilib.